ABŞ-nin Kaliforniya və Oregon ştatları prezident Donald Trump administrasiyasına qarşı növbəti dəfə məhkəmə iddiası qaldırıblar. Axios portalının məlumatına görə məhkəmə iddiası Milli Qvardiyanın 200 əskərinin Kaliforniyadan Oregon ştatının Portland şəhərinə göndərilməsinin qarşısını almaq məqsədi daşıyır. Oregon ştatının baş prokuroru Beaver Dan Rayfield bildirib ki, Ağ Ev məhkəmənin əvvəlki qərarını pozaraq Kaliforniya ştatının 100 federal hərbiçisini artıq Oregona göndərib. Bu məhkəmə qərarını açıq şəkildə pozmaq cəhdidir. Portlanddə bu müdaxilə lazım deyil. Trump isə Kaliforniya Milli Qvardiyasından öz siyasi məqsədləri üçün istifadə etmək səlahiyyətlərini aşır deyə prokuror bildirib. Qeyd edək ki, bir müddət öncə Oregon ştatının dairə məhkəməsi Donald Trumpa şəhərdə baş verən ixtişaşlara qarşı mübarizə adı altında Milli Qvardiya qüvvələrini Portlandda yerləşdirməyi qadağan edib. Məhkəmə bu addımı ABŞ konstitusiyasının pozulması kimi qiymətləndirib.